Allah'ın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun inşallah. İlk növbədə özümə və sizə ilahi nemət olan təqvanı tövsiyə edirəm. Allah bizləri təqvalardan qərar versin. Allah bu rəhmət, bərəkət, məğfirət dolu cümə gününü hər birinizə mübarək eyləsin inşallah. Cümə günü Allah'ın rəhmətinin, bərəkətinin yer aləminə nazil olduğu gündür. Allah bu günün o rəhmətindən, bərəkətindən, neymətindən, fəzilətindən bizləri bir nəsib eyləməsin inşallah. Söhbətimiz bugün dünya və axirət haqqında olan mövzu ilə bağlı olacaq. Bacardığım qədər inşallah çalışaram bir neçə kəlmə Quran ayəsi və hədislər məsumlardan nəzər diqqətinizə çatdırım. Vaxtınızı çox almayayım. Çünki insanoğlu bir ruhdan təşkil olunub, bir cisimdən. Bugün burada əyləşən hər bir insanın cismi də, ruhu da yaşayır. Amma biz bir gün bu dünya ilə vida edəndə cismimiz çürüyür, torpağa tapşırılır, ruhumuz isə Allaha. Hər bir şey dünyada ikilikdən ibarətdir, üçlikdən ibarətdir, dörtlikdən ibarətdir. Tək olan, bir olan yalnız və yalnız Allahdır. Allah Quran-ı Kərimdə İxlas surəsində buyurur ki, Bismillahirrahmanirrahim. Qul huvallahu ahad, Allahus samad, ləm yəlid və ləm yulad və ləm yəkun ləhu kufuvan ahad. Deyə Allah təkdir, birdir. Ahad yəni ki, ondan sonra rəqəm olmayan bir saydır. Amma digər biz varlıqlara baxsaq, digər yaranmışlara baxsaq, məxluqlara baxsaq, bunların hamısı ikili, üçlü, dörtlü, beşli və daha çox. Məsələn, yaxşı var, pis var, gecə var, gündüz var, bərk var, yumuşaq var, kişi var, qadın var, ağ var, qara var. Yəni, hər nə siz fikirləşsəz, onun əksi və yaxud alternativ var. Bu dünya varsa, demək, o dünyada var. Və Allah Quran-ı Kərimdə bizim ən çox istifadə edədiyimiz Quran ayəsi ki var, qunut dualarında və yaxud dualarımızda istifadə edirik. Rəbbənə ətinə fid-dünya həsənətən və fil-axirəti həsənə. Ey mənim Allahım, ey mənim Rəbbim, dünyada olan gözəlliklər, yaxşılıqlar onları mənə nəsib elə və axirətdə olan gözəllikləri, yaxşılıqları mənə nəsib elə. Artıq bu ayədən həm dünyanın, həm axirətin mövcud olması bəlli olur. Məsəl üçün, Qur'ana qarşı hər cürə hücumlar var. O hücumlardan biri də hansıdır? Qur'an-ı Kərim ilahi vəhdir, insan beyninin, zehninin məhsuludur. Amma bugün oturub, araşdırırlar, görürlər ki, bir insanın zeyni, beyni belə möcüzəvi, sirli bir kitabı, ilahi vəhyi yaza bilməz. Qur'an-ı Kərim özü buyurur ki, onlar əgər istəsələr bu kitabın misalında bir kitab gətirsinlər, qoy gətirsinlər, amma gətirə bilməzlər. Əgər istəsələr bir surə gətirsinlər, qoy gətirsinlər, amma gətirə bilməzlər. Bir ayə, onu da gətirə bilməzlər. Çünki Qur'an-ı Kərimin nazil olduğu dövr Ərəbistanda, Ərəbistan yarımadasında şeiriyyatın, ədəbiyyatın, yazının tərəqqi dövrü idi, inkişaf dövrü idi. Və çoxları o vaxt Peyğəmbər Rəsulüxuda və İslam qarşısına çıxan, Qurana qarşı çıxanlar şairlər tutdular, yazarlar tutdular ki, Quran ayələrinə qarşı, Quran surələrinə qarşı alternativ nəsə gətirsinlər. Amma onların elədikləri hamısı puç oldu, dəyərsiz oldu, heç oldu, aradan getdi. Amma Quran isə, Allah Quran-ı Kərimdə buyurur ki, biz Quranı nazil etmişik və biz də onu qoruyacaq. Və Qur'anın möcüzəvi məqamlarından bugün, məsəl üçün, Qur'an ayələrini oxuyurlar, bu surələrini oxuyurlar, baxırlar, görürlər ki, Qur'anda, məsələn, kişi sözü var və qadın sözü. Araşdırırlar ki, riyazi hesablama ilə nə qədər kişi sözü varsa Qur'an-ı Kərimdə, o qədər də qadın sözü var. Məsələn, 23 dəfə kişi hallanırsa Qur'an-ı Kərimdə, 23 dəfə də qadın hallanır. Gün və ay. Allah Quran-ı Kərimdə yavm sözünü və yaxud şəhər sözünü görsədir. Neçə dəfə gün səslənib, neçə dəfə ay? 365 dəfə demək, gün səslənib, yazılıb, ayələrdə var. 12 dəfə ay sözü yazılıb.
Mələk, şeytan. Qur'an-ı Kərimdə mələk sözü 88 dəfə öz əksini tapıbdır. Şeytan sözü də 88 dəfə öz əksini tapıbdır. Həmçinin cənnət, cəhənnəm 77 dəfə cənnət sözü, 77 dəfə cəhənnəm sözü. Cəza, əfv və bağışlanma. Cəza sözü, əzab sözü 117 dəfə səslənib, amma insanı əfv eləmək, bağışlanmaq 234 dəfə səslənib. Və bir də axirətlə dünya sözü 115 dəfə dünya sözü və 115 dəfə də axirət sözünə Quranda rast gəlmək üstə olur. Yəni, mən bunun bir hissəsini dedim. Məsələm, sözüm, danışığım onadır ki, mən dünya və axirətlə bağlı Qur'an-ı Kərimdə müraciət olunan o sözləri sizin nəzər diqqətinizə çatdırım. Ümumiyyətlə, insanda axirətə inam, axirətə etiqad, axirətə əqidə bəsləmə olmasa, o insanın həyatda yaşayışının bir mənası olmaz, bir faydası olmaz o insanlara. Qur'an-ı Kərim buyurur ki, kim axirət qazancı istəyirsə, onun qazancını artırırıq və dünya mənfəyi istəyənə də ondan veririk. Onun axirətdə heç bir payı yoxdur. O ki, dünyanın darıca düşüb dünya qazancı istəyir, ona dünyanı verərik. Amma axirətdə onun heç bir payı yoxdur. Bir gör onların birinin digərindən necə üstün etdik? Axirətdə dərəcə və üstünlük daha yüksək, daha ucadır. İnsan bu dünyada hansısa bir dərəcə, məqam, üstünlük sahibi ola bilər. Buyurur ki, ən böyük üstünlük, ən böyük dərəcə axirətdədir. Allah Qur'an-ı Kərimdə buyurur ki, ey qövmüm, bu dünya həyatı keçici bir şeydir, qalmaq yeri axirət evidir. Yəni biz, insanlar bəzən görürsən bu dünyadan bizlər elə yapışırıq, elə bilirik əbədi burada qalacaq, heç biz ölməyəcək, ölüm bizim üçün yazılmayıb. Amma buyurur ki, bu dünya keçicidir, qalmaq yeri isə axirətdir. Həzrəti Əleyhisselam buyurur ki, axirətdən möhkəm yapış ki, dünya sənə kiçik gəlsin. Əgər insanda axirət düşüncəsi olmasa, axirət inancı olmasa, o dünyada elə yaşayır ki, elə bil ki, əbədi bu dünyanı tutub gedir. Biz bugün həyatımıza baxsaq, nə qədər insanlar var, görürsən, dünyanı tutmaqla məşğul, elə biliblər ki, dünya bunlarındır, amma görürsən ki, hər bir şeyləri əllərindən çıxır. İmam Əleyhisselam buyurur ki, həqiqətən dünya səndən ayrılandır, axirət isə sənə yaxındır. İmam Əleyhisselam bir yerdə də buyurur ki, öz əbədi evini abadlaşdıran kəs ən ağıllı şəxsdir. Ən ağıllı şəxs odur ki, öz əbədi evini, yəni axirət evini abadlaşdırır. Həzrət Resulullah buyurur ki, dünya üçün elə işlə ki, dünyada elə yaşa ki, orada müvəqqəti qalacaqsan. Amma axirət üçün elə iş gör ki, orada əbədi yaşayacaqsın. Bir neçə yerdə Allah Teala Qur'an-ı Kərimdə buyurur ki, bilin ki, dünya həyatı yalnız oyun, oyuncaq, əyləncə, bərbəzək, bir-birinizə qarşı öyünmək, bir də mal, mülk, övlad çoxalmaq yarışından ibarətdir. Və ayənin davamında buyurur ki, o dünya həyatı elə bir yağışa bənzəyir ki, onun torpaqdan bitirdikləri kafirlərin xoşuna gələr. Sonra o quruyar, sən də onun saraldığını görəcəksən. Sonra da çöl-çöp olar, axirətdə həm şiddətli bir əzab, həm də Allahdan bir məğfirət, razılıq vardır. Dünya həyatı aldadıcı, zövqdən başqa bir şey deyildir. Qur'an-ı Kərimin Hədid surəsi 20-ci ayə. Ənam surəsində Allah Teala buyurur ki, dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir, şübhəsiz axirət yurdu təqva sahibləri üçün daha xeyirlidir. Yenə də düşünüb dərk etmirsiniz. Məhəmməd surəsində Allah Teala buyurur ki, dünya həyatı yalnız oyun və əyləncədən ibarətdir. Əgər iman gətirib Allahdan qorxsanız, o sizin mükafatınızı verəcəkdir. O sizdən bütün mal dövlətinizi istəmir. Allah Qur'an-ı Kərimdə buyurur ki, "Əlləzi xalaqal mauta vel hayata liyabluvakum ayyukum ahsanu amala və huval azizul qafur." Allah Teala buyurur ki, mən ölümü və həyatı yaratmışam, xəlq eləmişəm ondan ötürü ki, görüm sizlərin hansınızın əməli daha yaxşıdır. Bir yerdə Allah Teala nə buyurur? İnna akramakum indallah atqakum. Sizlərdən
ən yaxşınız sizin içərinizdə təqvalı olanlardır. Əlləzi xaləqəl mevtə vəl həyatə. Allah yaradıb, xəlq edib ölümü və həyatı. Birinci ölümü göstərir, sonra həyatı. Liyəbluvakum, imtahan eləmək üçün, baxmaq üçün, yoxlamaq üçün, sınağa çəkmək üçün. Əyyukum əhsənu əmələn, sizlərdən hansınız daha yaxşı əməl sahibisiz? Bir var yaxşı əməl sahibi, bir var daha yaxşı əməl sahibi. Ərəblər deyərlər, ceyyid, yaxşı, ceyyid ciddən, daha yaxşı. Amma ondan da üstün nədir? Mümtaz. Məsələn, uşağa deyirlər ki, sən yaxşı oxudun, əla. İndi Allah da buyurur ki, sizin həyat və ölüm ondan ötürüdür ki, əməldə daha yaxşı əməl sahibi olanınız hansıdır? Onu görsədəsiniz. Allah onu istəyir. Sən yaxşı dost ola bilərsən, yaxşı qardaş ola bilərsən, yaxşı şagird ola bilərsən, yaxşı namaz qılan ola bilərsən, yaxşı vətəndaş ola bilərsən, yaxşı bir peşə sahibi ola bilərsən. Amma yaxşı ilə kifayətlənmir. Quran buyurur ki, əhsənu, daha yaxşı. Daha yaxşı ata olmaq istəyir, daha yaxşı valideyn olmaq istəyir, daha yaxşı övlad olmaq istəyir, daha yaxşı namaz qılan mömin olmağı istəyir, daha yaxşı bir peşə sahibi olmağı istəyir. Yəni, daha yaxşı, ən yaxşısını istəyir Allah. Ən yaxşı nədir? Biz bugün bir yerə gedəndə, bir mal alanda istəyirik ki, ən yaxşısını alaq, ən keyfiyyətisini alaq. Və Allah Teala buyurur ki, əyyukum əhsənu əməlan, sizlərdən hansınız daha yaxşı, daha gözəl əməl sahibisiz? Onu istəyir Allah Teala bizdən. Və bu ölümü, həyatı ona görə xəlq eləyib. Axirət, axirətə iman, axirətə əqidə bəsləmək, etiqad eləmək, bu insanın imanının göstəricisidir. O insanlar ki, axirətə etiqadları var, inamları var, onlar dünyada etdikləri əməllər onlara faydalı olur, ondan həzz alırlar, ondan ləzzət alırlar. Bir insanın ki, axirətə, haqq hesab gününə, o cəza gününə etiqadı, inamı yoxdursa, o dünyada aldığı ləzzətlərin bir faydası olmaz, ona ancaq cəza verəcək. Çünki onun dünyada elədiyi işlər ancaq dünya üçün elə orada qalıb. Orada da insanlar ondan bir fayda götürür. Amma elə insanlar dünyada elə işlər görüblər ki, həm özləri ləzzət alıblar, fayda alıblar, həm başqaları nə ediblər, onlardan fayda alıblar. İmamlar buyururlar ki, əyimmələr bir neçə şey var ki, insan dünyasını dəyişsə belə, onun insanlara faydası var. Məşhur bir hədisdir, dəfələrlə toxunmuşuq. Birinci, övladdır. Övlad insanın imtihanı da deyirlər, sınağı da deyirlər, insanın cənnəti, insanın behişti, insanın cəhənnəmidir. Əgər o övladı sən böyüdü, boya başa çatdırsan, əxlaqla, ədəblə, bu sənin nədir? Axirət qazancındır. Dünyada övlad yaxşıdır. Gözəl övlad, tərbiyəli övlad, elmli övlad, əxlaqlı övlad, vətənpərvər övlad. Bu övlad valideynin axirət zəxirəsidir. Amma bir də var ki, övlad naxələf çıxar. Və insan da o bilir övladı naxələfdir. Ondan ləzzət alır onun naxələfliyindən. Bir var valideyn övladın tərbiyəsindən, ədəbindən, əxlaqından ləzzət alır. Çünki onun axirətə, qiyamət gününə, hesabat gününə inamı, əqidəsi var. Bir də var insan yoxdur, övladı nə eləyir? Vecini almır. Bugün də hərəmizin evində 2, 3, 4-dən o yana övlad yoxdur. Zamanında əgər 6, 7, 8, 10 övlad vardısa, bir ata, ana o övladları tərbiyələndirirsə, indi görsən 1-2 övladı tərbiyələndirmək çox çətin olur. Birinci nədir? İnsana axirətdə əcr gətirən, savab gətirən, rəhmət gətirən övladdır. Hansı övladdır? O övlad ki, ədəb, əxlaqla boya başa çatıb. İkinci, ağac əkməkdir. Ağac əkərsən, o ağacın kölgəsində əgər insanlar istifadə edərlərsə, əlbəttə ki, sən o ağacı əkəndə ləzzət almışsan. O ağacın faydası var. İndi o ağac meyvə verən ağacdırsa,
nə qədər onun meyvəsindən yesələr, nə qədər onun kölgəsindən istifadə eləsələr, sənə axirət savabı gətirər, rəhmət gətirər, günahlarının bağışlanmağına səbəb olar. Yəni, bir insan da ağac əkib onu kəsmək üçün, doğramaq üçün, yandırmaq üçün. Görürsən, bugün də bəzən görürsən ki, ağacları kəsirlər, doğrayırlar, meşələri yandırırlar. Quyu qazmaq. Bir quyu qazarsan, o quyudan insanlar onun suyundan istifadə edərlər. Nə qədər o quyunun suyu var, insanlar sənə rəhmət oxuyar. Sən o quyu qazmaqdan ləzzət alırsan, sonra insanlar oradan sudan istifadə edirlər, içirlər, sən ondan ləzzət alırsan. Bir də var ki, quyu qazmısan, kimsə o quyuya düşsün, o tələyə düşsün. Bəzi insanlar da belə şeylərdən ləzzət alırlar. O ikincisi nədir? Sənin axirətdə əzab əziyyətivə səbəb olar. İnsan var, su çəkər. İnsanların ehtiyacı olar və yaxud da ki, insanlar tarla əkiblər, zəmi əkiblər, hansısa bir təsərrüfatla məşğullar, su ehtiyacları var və yaxud içməli su yoxdur. Su çəkər, nə qədər o sudan insanlar istifadə elədi, cəmiyyət istifadə elədi, onun üçün savab yazılar. Bir insan da var ki, suyu çəkər ancaq özü üçün və yaxud çəkilən suyun qabağına bir bənd qoyar, deyər ki, başqaları istifadə eləməsin. Özündən sonra gözəl bir adət, ənənə qoyan insan. Bugün bəzi insanlar var, sözün əsl mənasında gözəl ağsaqqaldılar, ağbirsəydilər, bir adətlər, ənənələr qoyublar. İnsanlar onlardan sonra, onlar dünyalarını dəyişsə belə, o adət, ənənələri qoruyub yaşırlar. Bugün dövrümüzün gənclərin, cavanların içində çox təəssüflər olsun ki, elələri vardı ki, o bizim milli, mənəvi, mental dəyərlərimiz ki var, adət, ənənələrimiz, onlara xor baxırlar. Amma hansı ki bizlər o tərbiyyə ilə böyümüşük, o adət ənənələrlə böyümüşük. Böyük, kiçik, ağsaqqal, ata, ana, bacı, dayı, əmi, xala, bibi, qohum, qonşu. Bunlar bu adət ənənələri bizdə kimlər qoyublar? Bizim böyüklərimiz. Bayramdan bayrama gedərdik qohumların evinə, qohumlar bizə gələrdilər, təbrik edərdilər. Hanı o münasibətlər, o adət ənənələr? O, bəziləri gözəl adət ənənə qoyar, bəziləri isə bu dünyada ləzzət almaq üçün elə əcaib, qəribə adət ənənələr qoyub ki, həqiqətən insan beyni onu qəbul edə bilmir. İnsana dünyasından sonra ona savab gətirən əməllərdən biri də insanın yazdığı kitabdır, insanları maarifləndirir. Yazacağın kitab, əsər, şeir insanları maarifləndirərsə, insanları elmləndirərsə, xoş sənin alıba. Yoxsa yazacağın kitab, əsər, elm insanların yoldan azdırarsa, vay sənin halı. Allaha and verə, izzətinə, cəlalına, böyülünə xatir Allah Teala bizləri əməli salih bəndələrindən qərar versin inşallah. Bismillahirrahmanirrahim. İnna ateynakal kavsar fəsalli rabbikə və nəhər innə şaniyəkə və ləbtər. Sədəqallahu aleyhi.